Vaxtınız xeyir. DİM 9-cu sinif 20 sınaqdan mövzu sınağı 10-cu sınağı izləyirəm. Başlayaq birinci sualdan. Deyir ki, x-in kvadratı çıxılsın 4x plus y-in kvadratı. Bizə deyir ki, çevrənin mərkəzinin koordinatlarını tapın. Uşaqlar, mən bilirəm ki, birinci çevrənin tənliyi yazıram. Bu çevrənin tənliyidir. Baxın. A ilə B nöqtəsi mərkəzdir, R radiusdur. X, Y hər hansı bir nöqtəsi, yəni baxın, bu belədir. Bu A, B nöqtəsidir, mərkəzidir. Bu R'dir, bu nöqtə isə X, Y nöqtəsidir. Bu belə. Mən də bilirəm ki, X-in kvadratı çıxılsın 4. Görün, müxtərmə tutur olmalıdır da. 4 çatışmır. Niyə? Çünki 4-ü 2-yə böləndə 2 vur X. Burada isə görüm nə çatışmır? 2 vur, 3 vur, Y. 3 çatışmır. Yəni 3-ün kvadratı 9 çatışmır. 4 ilə 9-u əlavə elədim 13. Bu köçürəm. İndi 13-də çıxmalıyam. Axı 13 əlavə eləmişəmsə 13-də çıxmalıyam. Bərabərdir 0. Bu elədə mənə x çıxılsın 2-nin kvadratı plus y çıxılsın 3-ün kvadratı bərabərdir 17. Məndən mərkəzinin koordinatlarını soruşur. Cavab 2, 3. Baxın, A ilə B-mi tapdım. 2, 3. B variantı. Özdə müsbət 2, 3. Niyə? Çünki x çıx A, baxın, uyğunlaşdıranda A ilə B nədir? 2 və 3-dür. Keçirəm ikinci suala. Deyir, kubun iki yüzünü qırmızı. Kub çəkirəm. Bilmirəm, əlimi çəkmədən çəksəm bu gəlmir, inanmamış ki. Aha. Belə bir şey çəkirəm uşaqlar. Kubdur. Deyir, iki yüzü qırmızı, bir yüzü yaşıl. Fərz eləyək ki, iki yüzü qırmızıdır, bir yüzü yaşıl. Rənglədilər. Qalan üzlərini isə göy rəngdə olubdur. Qalan üzlər, neçə üzü var uşaqlar? 6 üzü var. Deməli, 2 üzü qırmızı, bir üzü yaşıl, 6 üzü var, 3 çıxsaq, 3 üzü isə, qalan 3 üzü isə göy rəngdə rənglədilər. Müxtəlif rəngli 3 üzün sahələri cəmi 27-dir. Deməli, mən buna deyirəm 2x, buna deyirəm y, buna da deyirəm bir 3z. Yəni, göyə deyirəm z. Yəni, qırmızı, belə deyək də, başqa cür çaşmayan, başqa cür qırmızı x, yaşıl y, göy z. Deyək ki, x plus hərəsindən bir üzünün sahələri cəmi 27-dir. Bu kubun həzmini tapın. İndi uşaqlar, bizdən həzmini soruşur. Mən də həzmini tapmaq üçün birinci, yəni bu tam hissəsini tapaq. Tam hissəsini tapmaq üçün mən kub daxılım. Düzdürmü? Kubdur. Kubdursa, kubun hər bir üzü a kvadratıdır. Hər bir üzü. Onda a kvadratı plus a kvadratı plus a kvadratı bərabərdir 27. 3a-nın kvadratı bərabərdir 27. A kvadratı bərabərdir 9. A da bərabərdir 3-ə. A-nı 3 tapdım. Mənə də kubun həzmini soruşur. Kubun da həzmi 3 vur, 3 vur, 3 bərabərdir 27. Bu da belə. Keçdim 3-cü suala. İki oxşar üçbucağın medianları nisbəti. Fərz edək ki, üçbucağın biri budur, biri budur. Medianları nisbəti M1, burada yazıram M2. M1 böl M2 bərabərdir 2. Deyir, bu üçbucaqların uyğun sahələr nisbəti ilə mən bilirəm ki, sahələrin nisbəti k kvadratıdır. Hündüşlərin nisbəti isə k-dır. Deyir, hasilini tapın. Bizim deyir, bu ikisinin nisbətlərini asın. Onda k kvadratla k-nın hası bizə k-nın kubu verəcək. Mən də bilirəm ki, medianların nisbəti k-ya, onda k2-dir. Medianların nisbəti k-ya bərabərdirsə k2-dir.
2-nin də kubu eləyəcək 8. Cavab A variantı. 4-cü sual. Deyir ki, M-in AC-yə paraleldir. Çaşmayın, orta xətt deyil. Deyir C-n 4-dür, M-n 4-dür, B-n 8-dir. Bizdən AC-yə soruşur. Paraleliyə görə alfa, alfa, beta, gamma, gamma. Alfanın baxan üzü yoxdur məndə, o heç çıxaq biz bunu. Gammanın baxan üzü 8-in, gammanın baxan üzü ümumi, baxın, böyük üçbucaqdan danışıram, 12-yə nisbəti, baxın, 12-yə nisbəti, betanın baxan üzü 4-ün, betanın baxan üzü x-ə nisbəti. 8x bərabərdir 48, x də bərabərdir 6. Bizdən də x-i soruşurdu, cavab C variantı. 5-ci sual. Deyir, x-in kvadratı çıxılsın 5x, üstə gəlsin y-in kvadratı çıxılsın 11, y plus 4 bərabərdir 0. Uşaqlar, bizdən deyir, təmin edilmiş çevrənin absis oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni, çevrənin absis oxu ilə kəsişmə nöqtələri arasındakı, yəni baxın, bizdən buranı soruşur, baxın. Deməli, burada deyir ki, 0-a bərabər olmalıdır. Bu əyrisini düzəldim. Aha. Bura x oxudur, bura y oxudur. Deməli, y 0 olmalıdır. Amma hansı y? Deyəcəm indi hansı y? Birinci biz tapırıq, yazırıq x-in kvadratı. Buradakı y-i 0 eləyirik. 0 eləsək, 0 yazsaq, olacaq x-in kvadratı çıxılsın 5x, bunlar getdi 0-a. Üstə yəni sündüt bərabərdə 0, tənin kökləri 4, 1 olur. 4, 1 oldu. Aha, məsafəni soruşur. İndi şoları, indi mənim şəklimdə nə yoğunluq yoxdur, mən bilmirəm axı bunun kökləri. Deməli, çevirən şəkli biri deyilmiş də. 4, 1-dirsə, deməli, çeviri belə olub. Necə? Birinci rübdə olub. Elə bir, birinci rübdə kəsib ki, bura olub 1, bura olub 4. Bizdən də bu məsafəni soruşur. 4-dən 1 çıxacaq, eləyəcək 3. Cavab məsafə olacaq 3-yə variantı. 6-cı sual. Deyir, mərkəzi koordinat başlanğıcında olan, deməli, bunun A-sı da 0-dır, B-si də 0-dır. Təmin olacaq x-in kvadratı plus y-in kvadratı bərabərdir y-in kvadratına. Deyir, nöqtəsindən keçin. Aha. Onda x-i yerinə birinci bunu qoyacam. Y-in yerinə qoyacam. Mənfi 2 kök altında 2-in kvadratı bərabərdir y-in kvadratı. 18 plus 8 bərabərdir y kvadratı. Y kvadratı bərabərdir 26. Onda bizim tənimiz olacaq x-in kvadratı plus y-in kvadratı bərabərdir 26. Cavab D variantı. Keçirəm 7-ci suala. Bütün təpə nöqtələri koordinat oxları üzərində olan ABCD kvadratı üçün A mənfi 10 A-dır. Deməli, A burada yerləşir. Deyir, bütün təpə koordinat oxları üzərində, yəni ki, burada hamısı buradadır. Onda bu mənfi 10-dur. Uşaqlar, burada müsbət 10 olmalıdır. Çünki deyir, koordinat oxu buradadır. Deyir, 10'dur. Belə də demək olar da. Burada da biz bu götürə bilərdik. Deməli, mən buranı 10 götürsəm, hə, uşaqlar, bax, mən burada götürsəm, onda bütün təpə nöqtələri deyir, buradadır. Düzdür mü? İndi eləməliyəm ki, baxın, yəni bura 10 olsa, əgər, burada olacaq 12 altında 2. Çünki məsafə mənfi ola bilməz də. Burada 10-dur, burada 10-dur, 12 altında 2. Onda gələk burada 10 olsun. 10, 10. Burada 12 altında 2. Aha. Deməli, kvadratın tərəfi nə oldu uşaqlar?
Mən biraz əyri çəkdim. Onun kök altında ki, cavab B variantı. 8-ci sual. Absis oxu üzərində ardıcıl olaraq ABC qeyd olunmuşdur. Deyir A -2 0, B 8 0, C nöqtəsinin koordinatlarını tapın. Deyir BC 2AB-yə bərabərdir. BC 2 dənə AB-yə bərabərdir. Uşaqlar, onda belə çıxır ki, C biraz da uzaqlardadır. Yəni belə deyək də, başqa cür. Məsələn, B buradadırsa, ardıcıl qeyd olunmuşdur. Deyirsə ardıcıl, baxın. Onda C burada yerləşir hardasa. Bizim B-miz də 8 0 idi. Onda 8 ilə AB arasındakı məsafə nədir uşaqlar? 8 ilə 2 toplayaram 10. Çünki buradan bura 8, buradan bura 2-dir. Yəni buradan bura məsafə 10-dur. 10-dur. Bizə deyir ki, BC 2AB-yə bərabərdir. AB-də 10 tapmışam. Onda BC 20-yə bərabərdir. BC 20-yə bərabərdirsə, bura 8-isə, 8-in üstünə 20 gələrəm. Bu deyilir 28. Bu deyilir 28 0. A variantı. 9-cu sual. Düzuzaqlı paralel şəklində olan su hovuzunun oturacaqlarının tərəfi, baxın. Fərz eləyək ki, bu hovuzdur. Baxın uşaqlar, bu hovuzdur. Belə başa düşün də, bu hovuzdur, üstü açıqdır. Eləməyəm, yaxşısı belə bir şey. Deyir, oturacağın tərəfləri 4-8-dir, dərinliyi 3, yəni hündürlüyü 3-dür. Daxili səthinin sahəsini tapmış olar. Bu hovuzun üstü açıqdır, bağlı deyil. Bax, bura bağlı deyil, açıqdır. Ona görə biz bunun üstünü hesablamayacağıq. Oturacağı 32 eləyəcək, da patoloqu 32 yazmayacaq, açıqdır. 3 dəfə 4, bax, buraya yazıq 12. 3 dəfə 8, 24. Axı, burada bu da 12 olmalıdır. Baxın, bu üzdə 12 olmalıdır da. Düzdür? 12 üstə gələnsin, 12 üstə gələnsin, 24 üstə gələnsin, 24. Çünki burada 20. Baxın, bu üzdə 24-dür. Üstə gələnsin 32. Bu da bizə verəcək 24, 72-nin üstünə 32 cavab. 72-nin üstünə 32 cavab 104. D variantı. 10. Tilləri 5 olan kublar. Əlbəttə ki, buradan görsənir də. Buradan görsənir ki, burada 4 dənədir. 4 dənədirsə, onda 5, 5, 5, 5. Neçədir uşaqlar? 20. Bura 20-dir. Bura 5-dir. Bu isə nədir uşaqlar? 10-dur. Deməli, hündürlüyü 5, eni 10, uzunluğu 20. Başqa cür desək, 10, 5, hündürlüyü üzr istəyirəm. Düzbucaqlı paralelepipedin deməli hündürlüyü 5, 20, bura oldu 10. Deyir, tam səthin sahəsini tap. Tam səthin sahəsi düsturu AB plus AC plus BC olduğuna görə 2 vur 20 vur 5, üstə gələnsin 20 vur 10, üstə gələnsin 5 vur 10. Bu da bizə verəcək 100, 200, 300, 350, bu da 700. Cavab B variantı. 11-ci sual. Tam səthinin sahəsi, yəni 6A-nın kubda kvadratı bərabərdir 294, A kvadratı bərabərdir 49, A da bərabərdir 7. Tilləri uzunluqları cəmi, bütün tilləri 12-dir, A-dır. Ümumi tillərin sayı 12 olduğuna görə 12 vur 7, 84 A variantı. 12-ci sual. Y nöqtəsi koordinat başlanğıza nəzərən Y nöqtəsi koordinat başlanğıza nəzərən F15-20 nöqtəsinə. Uşaqlar, 15-20 nöqtəsi hardasa bura düşür, düzdürmü? 15-20 nöqtəsi gəlib düşür bura. Koordinat başlanğıza nəzərən simmetrik olanda uşaqlar belə olmalıdır. Yəni onda belə çıxır ki, bu olacaq x15-dirsə burada olacaq -15, -20. Bizdən FY parçası uzunluğu soruşur. Əlbəttə ki, buradan bura 15, buradan bura 20-dirsə, bura 25 deyir. Onda burada 25 deyir. Uzunluğu olacaq 50.
Cavab C variantı. Yəni bura 25-dirsə, burada 25-dir ona görə. Keçirəm 13-cü suala. İki oxşar üçbucağın perimetrləri 20 və 50-dir. P1-in P2 nisbəti 20/50-dir. Yəni 5-də 2-dir. Bu K-ya bərabərdir. Deyir, birinci çoxbucaqlının tərəfi 5-dir. İkinci çoxbucaqlının tərəfini tapın. X yazdım. Onda yəni bizim təyimiz olacaq 2/5 bərabərdir 5/x. X də bərabərdir 25-i 2-yə böləndə 12,5 cavab D variantı. 14-cü sual. Deyir ki, koordinat başlanğıca nəzərən. Onda koordinat başlanğıcına yerləşir. Onda k kvadrat 9 bərabərdir 0. N kvadrat 4n bərabərdir 0. K bərabərdir müsbət mənfi 3. Buradan da n-i çıxardıram. Uşaqlar ayrı-ayrı sıfıra bərabər edirəm. Tapıram ki, biri 0-dır, biri 4-dür. Burada isə K-nın biri 3-dür, biri isə mənfi 3-dür. 1, 2, 1, 2. Bizə deyir ki, n plus k aşağıdakın hansı ola bilməz? Baxın, bilməz soruşur. Deməli, 3 mənfi 3-üm var, bir də 0, 4-üm var. Bir dəfə 3 ilə 0-ı toplayacağım. 3. Bir dəfə bununla bu toplayıram, bir dəfə bununla bu toplayıram. Olur 7. Sonra gəlirəm əksinə. İndi 0 ilə mənfi 3 toplayıram, mənfi 3, 0 ilə 3 toplayıram, 3. Deməli, n plus k cəmi deməli n plus k cəmi bərabər ola bilməz. Nəyə? 3 ola bilər, mənfi 3 ola bilər, 7 ola bilər. Bəli, ola bilər. Bir də uşaqlar, mən burada nəyi deməmişəm? Burada 4 ilə 3-ü də hesablamaq lazım. 4 ilə mənfi 3 bizə 1 verir. Mən onu niyə hesablamamışam? Aha. Bizə verir. Deməli 1. 4-dən də mənfi çıxanda 1 edir. Deməli, mənfi 6 ola bilməz. Cavab A variantı. 15-ci sual. Deyir ki, çevrə var. Çevrənin uc nöqtəsi, diametrin uc nöqtələri biri mənfi 12, 20-dir. Biri isə 8, 10-dur. Mən də bilirəm ki, parçanın orta nöqtəsi, diametrin orta nöqtəsi düzdür. Tapmaq üçün mənfi 12-nin üzərinə 8 gəlib 2-yə bölərəm. Bir dəfə də 20-nin üzərinə 10 gəlib 2-yə bölərəm. Bu 20 mənfi 2 və 15. Biz orta nöqtəni tapdıq. Deyir, bu çevrənin mərkəzinin koordinatlarını tapın. Bu çevrənin də mərkəzinin koordinatları cavab elə olacaq mənfi 2, 15, B variantı. 16-cı sual. Üçbucaq verilib. Deyir, tənböləndir. BC 10-dur. AC 12-dir. Onda belə çıxır ki, bura 10K-dır, bura 12K-dır. Bizdən də soruşur ki, AM üstə gəlinsin BM bölünsün AM çıx BM. Uşaqlar, AM 12K-dır, BM 10K-dır. Yerinə qoyuram qiymətləri. Bu deyiləcək 22K bölünsün 2K bərabərdir 11. 17-ci sual. Deyir ki, kubun bir üzünün, kubun bir üzünün diaqonalı A-2-dir. Çünki kubun bir üzü kvadratdır. Kubun bir üzü kvadratdır uşaqlar. Kvadrat olduğuna görə bir üzü A-3 altında 2, diaqonalı A-3 altında 2-dir. Bir üzün də diaqonalı 6-3 altında 2 bizi şərtdə veribdir. 3 altında 2-lər getdi. A bərabərdir 6-ya. Yan səthinin sahəsi 4A'nın kvadratıdır kubun. 4 vur 6'nın kvadratı bərabərdir 144. Cavab 144. 18. Apsis oxu nəzərən simmetrikdir. Yəni 3A, B mənfi 7. Apsis oxu nəzərən simmetrikdirsə 3 olduğu kimi qalıb A mənfi A olmalıdır. Bu da dəyişib. Baxın, bu cür dəyişib. Deməli, B bərabərdir 3-ə. Mənfi A bərabərdir mənfi 7. Yəni A bərabərdir 7, B də 3. Bizdən də hasilini soruşur. Cavab 21. 19-cu sual.
Çevrənin diametri yenə baxın uz nöqtələridir. Uz nöqtələridir. 4-dən 10-dur. Bu da -2-2-dir. Bizdən də radiusu soruşur. Onda mən nə edərəm? Elə məsafə düsturumuz var. Məsafə düsturu, bura A yazıram, bura B yazıram, diametri taparam. Yazaram AB bərabərdir. X2 çıxılsın x1-in kvadratı üstə gəlsin. Y2 çıxılsın y1-in kvadratı. Şolar bu x1, y1 deyil, bu da x2, y2-dir. Olacaq -2 çıxılsın 4-ün kvadratı üstə gəlsin. 2 çıxılsın 10-un kvadratı. Bu eləyəcək 6 kvadratı. Bu da 8-in kvadratı. Bu da cavab olacaq 10. Deməli, diametri 10-sa radiusu nədir uşaqlar? 5. Keçirəm 20-ci suala. Deyir ki, parallelogram verilmişdir. Parallelogramda Y, F, D, T. Deyir, YT üzərində M nöqtəsi götürülmüşdür. YFM bərabərdir MFT-yə. Deyir, bunlar tənbələndir. FT 4MT-yə bərabərdir. FT bunları birləşdirirəm. FT. Deyir ki, FT 4MT. Bura x-dirsə, onda burada 4x-dir. Aha. Bu da belə. Bu da belə. Deyir, PYFT 400'dür. YFT 400'dür. Bu da belə. Və deyir ki, YFM bu dedikdə MFT-yə bərabərdir. Deməli, uşaqlar, mən burada bir səhv eləmişəm. Alfa bura deyil də. Alfa mən çalışıb MFT götürmüşəm. FT deyir, MFT. Burada alfadır. Onda təməllən xassəsinə görə bunun bu nisbəti 4-ün bir ədisi. Burada 4K, burada K yaza bilərəm. Deyir ki, PYFT, yəni bunun perimetri 400'dür. Bunu mən yazacağım ki, 4K üstə gəlsin 4x üstə gəlsin K plus x bərabərdir 400. 5K plus 5x bərabərdir 400. K plus x bərabərdir 80. Deməli, biz buna tapdıq 80. Bizdən nə soruşur? Elə f d-ni. Elə bura 80-dir, burada 80-dir. 21-ci sual. Deyir ki, YM 18'dir. MT 15'dir. YF 24'dür. FM tənbələndir. Əla. Mən də bilirəm ki, FT-ni soruşur. 24'ün 18'ə nisbəti x-in 15'ə nisbətinə bərabərdir. 6'ya bölürəm 4, 3. X də bərabərdir 45 böl 3. Cavab oldu 15. Bir dəqiqə, mən səhv hesabladım. 4 dəfə 15'i bölürəm 3'ə, cavab elədi 20. 22-ci sual. Deyir, n çıxılsın 5, 9. N plus 7 mənfi 2 bərabərdir x nöqtəsinin zərb. Şolar, məsələn, deyirəm 2, 3 nöqtəsi y bərabərdir x düz xətt nəzərə simetrik yaz. Onda deyərsiniz 3 şey, yerlər dəyişir. Onda belə çıxır ki, n çıx 5 bərabərdir mənfi 2-yə, yerlər dəyişir. Baxın, n plus 7 bərabərdir 9-a. N bərabərdir 2, n də bərabərdir 3. Bizdən də hasil soruşur, cavab 6. 23-cü sual. X-in kvadratı çıxılsın 10x plus y-in kvadratı 8x çıx 8 bərabərdir 0. Yəni x-in kvadratı plus 10x plus 25 16 çıx 8. Şolar 25-dən 16-nı özümə əlavə eləmişəm. O deyir 41. 41-də çıxmalıyam. Onda olacaq x çıx 5-in kvadratı üstə gəlsin y üstə gəlsin 4-ün kvadratı bərabərdir. Neçələdir? 49. Onda bu da bərabərdir r-in kvadratına, r də bərabərdir 7. Cavab 24-cü suala baxaq. Deməli, bizə bir üsbucaq veribdir. Üsbucaqda deyir ki, B, D, A, C. Deməli, burada 10'dur. Deməli, bu bərabər yanlı üsbucaqdır.
Mən də bilirəm ki, bərabər yalnız bucağa çəkilən hündürlük. Biz bunu belə çəkək. Həm hündürlük, həm tənbəlin, həm də mediandır. Yəni bura 4,5, burada 4,5 olacaq. Mən bura y, bura bir x desəm, bura bir x desəm, onda yazacağım ki, y-in kvadratı bərabər y-in kvadratı, baxın bu üçbucağa görə. Baxın. Bu üçbucağa görə, bu düzbucaqlı üçbucağa görə yazacağım ki, y-in kvadratı plus 4,5-in kvadratı bərabərdir 10-un kvadratına. Onda y-in kvadratı bərabər olacaq 10-un kvadratı çıx 4,5-in kvadratı. Sonra isə uşaqlar, indi isə baxıram. Baxın bu üçbucağa. Baxın. Bu düzbucaqlı üçbucağa. Baxanda nə görürəm? Görürəm, burada isə y-in kvadratı üstə gəlinsin. 4,5 buradır uşaqlar, 9 da buradır. Nə qədər oldu? 13,5. Kvadratı bərabərdir x-in kvadratına. Mən də y-in kvadratının yerinə yazacağım bunu, bu ifadəni. Yazacağım onun kvadratı çıxılsın 4,5-in kvadratı plus 13,5-in kvadratı bərabərdir x-in kvadratı. Bu da mənə verəcək. Mən əlbəttə ki, bunu hesablamıram. Necə hesablamıram? Belə hesablayacağım. 4,5 üstə gəlinsin. 13,5-in kvadratı. Bu mənə verəcək 5,5 vurulsun 14,5 plus 13,5-in kvadratı bərabərdir x-in kvadratı. Bu mənə verir 79,75 üstə gəlinsin 182,125. Bu da yiyəcək 262. X bərabərdir kök altında 262. Geçirəm 25-ci suala. Deyir, iki oxşar üçbucağın sahəsi, sualın birinin sahəsi, iki oxşar üçbucağın, biz belə bal çəkək. Məsələn, belə bir üçbucaqlar verilib. Deyir, birinin sahəsi 20-dir. Oxşarlıq əmsalı, yəni k da bərabərdir 2-yə. O bir üçbucağın ala biləcəyi qiymətləri tapın. Bizdən S2-nin ala biləcəyi qiymətləri soruşur. Şular, K2-dirsə, ola bilər ya S1-in S2-yə 2-dir, ya da S2-nin S1-ə 2-dir. Bax, bu 2 ala baxacaq. Onda birinci yazaram 20 bölünsün, x bərabərdir 2, x bərabərdir 10. Birində yazacağım x bölü 20 bərabərdir 2, x bərabərdir 40. Bizdən ala biləcək qiymətləri soruşurdu. 10 və 40. Baxdığınız üçün çox sağ olun, təşəkkür edirəm.